Salam dostlar. Bugün biz şeirin son 30 illik başına gəlmiş bir əhvalat haqqında danışacağıq. Son 30 ildir, daha doğrusu 1980-ci ildən üzü bəri həm dünyada, həm Azərbaycanda belə bir məsələ var ki, şeir yaşayacaqmı? Yaşayacaqsa necə yaşayacaq? Bu suala müxtəlif rakurslardan, müxtəlif səviyyələrdə cavablar verilir. Biz bu gün bu suala cavab vermək istəyəcəyik. Əslində mən indi bir kitab da gətirmişəm, sözümə qüvvət verməkdən ötürü. Bəşəriyyət şeirlə dil açıb. Yəni əlimizdə olan ilk yazılı mənbələrin demək olar ki, hamısı şeirlə yazılmış mənbələrdir. O kitablardan biri, o mənbələrdən biri tarix Şumerlərdən başlayır. Burada piktoqraflar Şumer mətnlərin açıblar və buradakı qədim Şumer mətnlərinin demək olar ki, hamısı şeirlə yazılmış mətnlərdir və bildiyimiz kimi Cilqamış dastanının özü də bir şeirlə yazılmış dastan idi və Cilqamış dastanının mövzusu ölümsüzlük axtarışı idi, belə demək olarsa. Düzdür, Cilqamış o axtarıb tapa bilmədi. Məlum oldu ki, bu da hamı kimi öləcək. Ölümsüzlük deyə bir şey yoxdur. Və mən buradan biraz mistik bir yerə getdim, çıxdım. Özüm bu suala cavab axtaranda ki, əslində şeir insanın ölümsüzlük axtarışında istifadə elədiyi bir metafizik dildir. Və onun mədəniyyətin başlanğıcındakı əhəmiyyəti, önəmi də məncə elə bu ölümsüzlük axtarışı ilə bağlıdır. Və bu ölümsüzlük axtarışı yollarında da həm Cilqamışın dastanına baxanda, həm ümumiyyətlə şairlərin Cilqamışı ilk şair kimi qəbul eləsək və ondan sonraki şairlərin həyatına baxanda şeirin və şairin yolu həmişə təhlükələrlə doludur. Mənim ən çox sevdiyim metafora Jacques Derrida'nın metaforasıdır. Deyir ki, şeirin və şairin özünü təhlükəyə atması haqqında belə bir metaforadan istifadə edir. Deyir, kirpi magistral yolu keçəndə təhlükə hiss eləyən kimi qaçmır, özünə yığılır və özün təhlükənin ixtiyarına buraxır. Yəni qoy başıma nə gələcəksə gəlsin. Məncə şairlər də təxminən bu öz həyat yollarında özlərini bax həmin o kirpi kimi təhlükəyə atan və özlərinin taleyin ixtiyarına buraxan bir ölümsüzlük yolçularıdır. Amma bugün artıq bu məsələ ilə tibb məşğuldur. Daha doğrusu belə həm genetik mühəndislik sahəsi ki, insanın ən azı 300 il, 400 il yaşaması, yəni şeirin missiyası, şairin missiyası artıq elmi texnoloji öhdəlik kimi qəbul olunur. Mən ona görə istəyirəm ilk Sahilə xanımdan başlayaq. Şeir əgər özünün ilkin funksionallığını itiribsə, onun yaşaması nə dərəcədə inandırıcı olacaq? Akşin mənə elə gəlir ki, bu dialoqda, bizim bu müzakirəmizdə daha çox şeir haqqında danışmağa haqqı olan adamdır. Mən Nasirəm, heç vaxt şeir yazmamışam. Amma buna biraz burada o sakrallıqdan kənara çıxmaq üçün icazə istəyəcəm ona görə. Ümumiyyətlə, mən hər bir izahı, səbəbləndirməni bir rasional tərəfdən, bir də irrasional tərəfdən etməyin tərəfdarıyam. Sən məsələnin irrasional tərəfi, sakral tərəfi tərəfin gözü ilə baxmağa çalış. Şeir ümumiyyətlə niyə var? Şeir niyə yaranıb və bu qədər əsr boyu sağ qalmağı bacarıb və gələcəkdə də niyə olacaq və ümumiyyətlə niyə olmalıdır? Əlbəttə, bəzi əksər metaforalarda, izahlarda qeyd olunur ki, şeir göyə sanki bir ruh vasitəsilə gəlib çatıb, müqəddəs bir vəh vasitəsilə gəlib çatıb. Amma bunun sosioloqlar, bəzi tarixçilər tərəfindən başqa izahı da var. Şeir musiqinin içində yaranıb. Musiqi nədir? Yəni şeir özü yaranmayıb, tempin içində yaranıb. Səs kimi.
səs kimi yaranıb, bəli, ritm kimi yaranıb və bu zəruriyyətdən yaranıb. Ovçuluq prosesində yaranmış, deməli, mənəvi mədəniyyətlər var. Hunting deyirlər ona, hunting creativity. Ovçuluq zamanı bir sürətə ehtiyac duyulub, tempə ehtiyac duyulub. Daha sonra əkinçilik meydana çıxıb, maldarlıq meydana çıxıb və o zaman da şifahi xalq ədəbiyyatı nümunələri yaranıb ki, insanları daima idarə etmək üçün, sürətləndirmək üçün, tempə temp qatmaq üçün müəyyən vasitələrdən istifadə olunub. Yəni bu himnlərdir, tutaq ki, o qoşqu alətlərini idarə edən insanları daha sürətli etmək üçün onlara nə deyirlər ona, o İlham vermək üçün də. İlham vermək üçün, yəni o adı var onun, hətta şifahi xalq ədəbiyyatında nümunə olaraq. Holavar. Eynən, holavar. Yəni bu holavarlar musiqiyə tələb ediblər, onun da içində sözə ehtiyac duyub və bununla da şeir yaranıb. Beləliklə, burada nəticə nədir? Birinci bildiyimiz kimi insanın sağ qalması üçün maddi mədəniyyət lazım olub, daha sonra mənəvi mədəniyyət formalaşıb. Deməli, şeirin və musiqinin yaranması maddi mədəniyyətlə mənəvi mədəniyyətin ortasında bir yerdədir. Yəni bu tamamilə mənəviyyata bağlı bir şey deyil. Nəticə etibarilə bu maddiyyatın çoxalmasına xidmət etməli bir şey olub. Belə çıxır ki, şeir maddi mədəniyyətin zəruriyyəti fonunda meydana çıxıb. Heç də burada sakrallıq yoxdur. Çox maraqlı bir Sahilə xanım bir söz dedi ki, əslində şeir xidmət eləyib cəmiyyətin həyatının sürətli yaşanmasına və burada ona görə mən bizim Vüsal müəllimə sual vermək istəyirəm. Məsələn, bu sürət məsələsinə görə. Çünki mənim Vüsal müəllimlə bizim dostluğumuz, müəllim deyirəm indi buradan, amma biz 96-cı ildən 1996-cı ildən dostluq, 30 neçə il eləyir artıq. 29 il. 29 il və Azərbaycan jurnalistikasında, Azərbaycan publisistikasında mənim şeir zövqünə inandığım bəlkə də birinci yerdə və şeir yazanda düşündüyüm ki, görəsən Vüsal bu şeiri oxuyanda hansı hisslər keçirdəcək? Bax, belə bir dostumdur. Bu səmimi sözlərimdir. Vüsal bəy, mən sürət məsələsinə, Sahilə xanım dediyi məsələyə toxunmaq istəyirəm. Əslində, mütəxəssislər qeyd edirlər ki, şeirin ölməsinin və yaxud ölüm təhlükəsinin, ölüm ehtimalının ən başlıca səbəbi məhz sürətdir. Məsələn, niyə görə? Mən indi belə fikrimi biraz açım, bizi dinləyənlər üçün də aydın olsun. Məsələn, qədim zamanlardakı o köçün sürəti, daha sonra texnoloji dövrdə o qatarların sürəti ki, məsələn, onlar bir məsafədən bir məsafəyə gedənə qədər məsələn günlərlə vaxt keçirdi. Onlar o darıxmaq hissinə bürünürdülər, nəyisə arzulayırdılar falan və bu onları da şeir duyğularının yaranmasına gətirib çıxarırdı. Amma biz indi bugün saatda 400, bəzən 500, hətta o internet belə deyək də, görüntülərində belə rastlaşırıq. Saatda 300-400 kilometr sürətlə gedən qatarlar mövcuddur. Saatda 400 kilometr gedən qatarda sərnişin, darıxmaq, nəyisə arzulamaq deyə bir duyğuya qapıla biləcək. Niyə şeir var? Sahilə xanım bir tərəfini izah elədi. Mən daha praktik tərəfdən həmişə yanaşmışam. İndi informasiyanı özündən sonraya ötürmək üçün çoxlu vasitələr var. Kağız var, başqa digər vasitələr var. Hətta lap qədimdə daş kitabə olanda belə o da informasiya ötürməyin vasitəsidir. Amma bunlar olmayanda şeir məlumatı özündən sonraki nəsillərə ötürməyin ən optimal, ən yığcan formatı idi. Çünki şeiri yadda saxlamaq olur. Şeir yaddaşdır. Amma mətni, nəsri sən o cürə ötürə bilməzsən ki, mən hansısa bir nəsil, bir abzası danışım övladıma, o öz övladına bir 5 nəsil dəyişmədən qalsın. Bu mümkün deyildi. Şeir elədir ki, eyni zamanda bir neçə koordinat sistemində olduğu üçün, yəni həm qafiyəsi var, həm ritmi var, həm daxili ölçüsü var. Bunun biri unudulanda belə, o biri sənin yadva salır. Eyni zamanda 3 şeyi unutmaq çətindir. Deyək ki, sözü unutsan, ritm sənin yadva salacaq, ritmi unutsan, hecanın ölçüsü sənin yadva salacaq. Yəni şeiri yadda saxlamaq asandır. Ona görə informasiyanın nəsildən nəsilə ötürülməsinin vasitəsi şeir olur. Məsələn,
Homerin əsərləri qələmə alınmazdan əvvəl 300 il, 400 il hardasa dildən dilə keçib. Hı. Bunu indiki alimlər bəzən mübahisələndirirlər. Deyirlər, İlyada boyda, Odisseya boyda əsəri 300 il yadda saxlayıb, sonrakı nəslə danışa-danışa, təhrif eləmədən ötürmək mümkündürmü? Müsəlmanlar deyirlər ki, Quran belə hafizlərin yaddaşından Kitab-ı Dədə toplanır. Qorqud özü, yəni yazıya alınmamışdan qabaq nəzmin hesabına xeyli müddətə yaddaşlarda qalıb. Və deyim ki, eksperimentlər də keçirilib. Məlum olub ki, həqiqətən də məhz o qafiyəli nəsri yadda saxlamaq olur. Məsələn, Odisseyanı da oradan da yadda saxlamaq olur. Məhz şeir də olduğuna görə. Paustovskinin, yanlış deməyim, yəni ola bilər yanıldan, belə bir fikri var idi ki, Homerin şeirlərinin ritmi dənizin dalğalarının sahilə çırpılmasını, yadınıza salın o ləng, ağır, ləngərli bir ritmi var o şeirlərin. Dalğaların yavaş-yavaş sahilə çırpılmasını xatırladır və istənilən Yunan bu ritmə köklənəndə o şeiri unuda bilməzdi. Beləcə bir 300 il dildən dilə şeirin hesabına gedib. Yəni şeirin funksiyası buydu. Bayatı ilə hansısa bir informasiya, təkcə emosiya ötürülmürdü, həyat təcrübəsi ötürülürdü, təbiət haqqında, ruhaniyyət haqqında fikirlər, bayatılarla, xırda-gəraylılarla, məsələn, sürət dedinə, fikir versənsə, türklərin şeir janrı ənənəvi olaraq bayatıdır, gəraylıdır. Qoşma da hətta sonradan yaradılıb. Niyə? Bayatı gəraylı, qısa, tez öyrəndin, yadda asan qaldı, yaddan çıxmayacaq və sonraki nəsil ötürə bilərsən. Yəni nə qədər ki bizim yadda saxlamağa ehtiyacımız var idi, bizim deyəndə insanlığı nəzərdə tuturam, şeirə çox böyük ehtiyac var idi. O cümlədən informasiyanın daşıyıcısı və ötürücüsü kimi. Bunu biz başqa vasitələrə həvalə eləyəndə, kağıza, sonradan sərt disklərə, lazer disklərinə və digər daşıyıcılara. Buna etibar eləyəndə şeirin yaddaş daşıyıcısı funksiyası ortadan qalxmış olur. Və artıq şeir funksionallığını itirir, sırf estetika tərəfi qalır. İndiyə qədər bəli, bir estetik tərəfi var idi, bir də funksional tərəfi var idi, yaddaşı daşıyırdı. İndi biz o yaddaş daşıma funksiyasını şeirdən aldıq, verdik maddi daşıyıcılara, qaldı estetik tərəfi. Nə alınır? Şeir keçir estetlərin dünyasına. Bu başqa bir şeydir. Bu artıq tamam ayrı bir şeirdir və onlar başlayırlar eksperimentlər eləməyə. Və bu eksperimentlər qeyri-iradi şəkildə mənə elə gəlir ki, çoxdan başlayıb. Məsələn, aşıq şeirində tutaq ki, təcnis janrıdır və yaxud dodaq dəyməz janrı. Deyir, elə şeirdir ki, dodaq dodağa dəyməsin. Aşıq eləsin, tutaq ki, gəlib yaz ayları həsrət çəkir, xak deyir, leysan gələ, ayağa-ayağa, lənət şeytana deşər, işdən əl çək, şeytan salar səni ayaq-ayağa. Bir dəfə dodaq dodağa dəymir. Axıra qədər şeiri deyirsən, dəymir. Niyə? Artıq daxillərində hiss edirlər ki, yeni estetik formalar, yeni variantlar tapmaq lazımdır. Çünki şeir əvvəlki missiyasını itirib, artıq yazı var. 20-ci əsrdə bu proses çox dərinə gedir. Şeiri nəzmdən çıxarırlar, ritmdən çıxarırlar, hecardan çıxarırlar, ölçüdən çıxarırlar. Məsələn, sənin şeirlərində, ümumiyyətlə, verliber janrında, ümumiyyətlə, nə hecar var, nə ritm var, nə ölçü var. Amma yenə də yadda qalır. Niyə? Çünki daxilində bir estetika var. O estetika insanı özünə heyran edir. Bu mənada çox uzun danışmayım. Mənə elə gəlir ki, şeir əsas funksiyasından uzaqlaşdığı üçün keçib estetlərin ixtiyarına, estetlərin dünyasına və nə qədər ki, estetlər sağdırlar, nə qədər ki, dünyaya estetik baxış ehtiyacı qalır, o qədər də şeir olacaq və yazıb oxuyanlar olacaq. Burada yaddaş məsələsi çox maraqlı idi. Çünki orta məktəbdə, tədrisdə də belə bir fikir var ki, o azyaşlı uşaqlara şeir əzbərlətmək lazımdır ki, onlarda yaddaş vərdişləri formalaşsın. Bu dəqiqə Yevgeni Onegini hər iki dildə əzbər deyərəm. Niyə? Çünki şeirdir. Amma tutaq ki, Masteri Margaritanı deyə bilmərəm. Baxmayaraq ki, onu daha çox sevirəm, deyə bilmərəm. Çünki şeir deyil. Yəni, şeir yaddaşla bu cürə bağlılığı var. Və sonda Salih xanım, indi Vüsal bəy deyir ki, zaman şeirə funksionallığının, yaddaşla bağlı olan funksionallığın əlindən aldı. Çünki bizim artıq yaddaşımızın texnoloji uzantısı var, davamı var, süni zəka var. Artıq demək olar ki, böyük insanlığın böyük bir hissəsi öz yaddaşına yükləyəcəyi şeyləri əlindəki telefona və yaxud evindəki kompüterə yükləyir. Yəni zamanın şərtləri janra təsir göstərir. Hətta bu qədimdən də belə baş olan bir prosesdir. Məsələn, qədim Yunanıstanda
4-cü əsrdə səhv eləmirəmsə, bu şəhər polis həyatı çökdü və insanlar o şəhər insanları mənəvi təkliyə, tənhalığa sürükləndilər. Ortalığa yeni ədəbi janrlar çıxdı. Məsələn, bioqrafiya janrı çıxdı ədəbiyyatda. Heykəltaraşlıqda portret janrı çıxdı. Bəs burdan yanaşsaq məsələyə ki, məsələn, artıq bizim yaddaşımızın əvəz edicisi var və biz şeirin estetikasında, tutaq ki, süni zəka vasitəsilə də, yəni günümüzün şərtlərinə uyğun yarada bilərik. Onda şairin özünün nə əhəmiyyəti, nə önəmi qalacaq? Razıyam ki, tarixin müəyyən dönəmlərində şeirin fərqli funksiyaları olub. Yəni məsələn, İslama qədərki cahiliyyət dövründə ərəblər şeiri yazırdılar və Kəbədən asırdılar və onu satırdılar. Yəni şair şeir yazırdı, axşam otururdu, şeir yazırdı, səhər onu satırdı. Kimsə öz sevgilisinə xoş sözlər demək istəyirdisə, özünün belə bir qabiliyyəti yox idisə, o şeiri alırdı və onu oxuyurdu. Onun haqqını ödəyirdi. Yəni burada məsələnin biraz alqı-satqı məsələsi ortaya çıxırdı. Yaddaş məsələsindən artıq belə deyək, arınıb şeir kapitalist münasibətləri oradan götürülüb, yəni alqı-satqı üçün artıq heç kimin buna ehtiyacı yoxdur. Qalıb estetik tərəfi. Lakin burada da bir estetik savaş ortaya çıxır, estetika savaşı. Yəni müəyyən dövrlərdə şeirin şou elementi olub. Yəni insanları əyləndirməli olub, insanları müəyyən əhvala salmalı olub. Bunların hamısı üçün alternativlər daha az olduğu dövrdə daha aktual olub, deyilmi? İndi bu alternativlər hədsiz çoxdur, seçimlər çoxdur. Bunun fonunda şeir yaşayacaqmı? Mən məsələyə belə baxıram. Yəni şeir ümumiyyətlə niyə yaşamalıdır? Hətta sualı bu qədər radikal qoyuram ki, şeir müasir insanın süni zəka ilə həyatının müəyyən aspektlərini rahatlaşdıran bir insanın nəyinə lazımdır? Lazımdırmı? Lazım olacaqmı? Bugün hələ ki lazımdır. Mən hesab eləyirəm ki, hətta ədəbiyyatın digər janrları ilə müqayisədə publisistika, xaric publisistika onsuz da tam ədəbiyyat sayılmır, amma ədəbi publisistika sayıla bilər. O xaric şeir ən çox sevilən bir janrdır. Hələ ki aktualdır. Lakin bu sabah belə olacaqmı? O bilinmir. Çünki biz bugün hansısa bir dataya bağlı bir proqrama daxil ola bilərik, hansısa bir söz, açar söz daxil edərik və çox rahat istədiyimiz şeiri alarıq. Bunun üçün bizim Akşin Yenisəyə ehtiyacımız varmı? Sual budur. Mən düşünürəm ki, yaddaşdan danışdıq, məktəb proqramlarında bu təşviq olunur ki, uşaqlar şeir əzbərləməlidirlər. Yaddaşları möhkəmlənsin. Bununla tamamilə razıyam. Çünki yaddaşı gücləndirən hədsiz bioloji maddələrin yarandığını, belə deyək, kəşf olunduğunu deyən alimlər hamısı iflas etdi. Çünki yaddaşı gücləndirən dəqiq bilinən bir vasitə yoxdur. İnsan yaddaşına, insan biologiyasına, hormonlarına təsir edəcək bir dərman yoxdur. Mən şəxsən özüm bunun belə deyək, təcrübəmdən bilirəm ki, yaddaşı doğrudan da gücləndirir, nitqi açır və s. Bunu biz məktəbdə təşviq etməklə, müdaxilə etməklə şeiri sevdirə bilərik, yaşada bilərik, əzbərlədə bilərik. Deməli, bunun üçün bizim vasitələrimiz olmalıdır mütləq. Bir toollar olmalıdır ki, biz şeiri ayaqda saxlaya bilək. Bu, çünki baxın, insan daima idarə etmək istəyir. Olduğu mühiti, situasiyanı, durumu idarə etmək istəyir və insan öz əhvalını da, özünü də idarə etmək istəyir. Məsələn, indi antidepressantlar var. Əvvəllər nə baş verirdi? İnsanın bir müəyyən əhvalında şeir oxumaq ehtiyacı olurdu. Şeiri oxuyanda oradakı o şairlə eyni durumda olduğunu görürdü, onun əhvalına köklənirdi, orada bir dopamin ifrazı olunurdu, bir endorfin qalxırdı, ya kefi açılırdı, ya daha çox depressiv hala düşürdü. Yəni şair bir şəkildə şeir, musiqi, ədəbiyyatın və incəsənətin digər sahələri sanki insanın əhval-ruhiyyəsini manipulyasiya edə bilirdi. Lakin indi bu hormonlar, bu əhvalı idarə edə bilən vasitələr
apteklərdə yox, hətta marketlərdə satılır. Yəni mənim tanıdığım adamlar var ki, onlar keyfləri olmayanda serotonini burun spreyi kimi burunlarına vururlar və əhvalları qalxır. Bunun fonunda bu qədər alternativlər olan bir fonda Şairi əvəz edən alternativlər də belə deyək. Deməzdim. Çünki bilirsiniz, mən məsələnin dediyim kimi tamamilə romantika tərəfindən uzaqlaşmaq istəyirəm. Çünki onda düşünürəm ki, düzgün qərar verə bilərəm. Çünki mən bir ədəbiyyat adamıyam. Bunun özü doğru yanaşmadır. Yəni məsələnin romantik hissəsindən uzaqlaşıb yanaşmağımız. Mən çarə axtaranda və doğru qərar vermək istəyəndə o romantik tərəfi söndürməyin tərəfdarıyam. Çünki mən bir ədəbiyyat adamı olaraq şeirin yaşamasını istəyirəm və buna çalışıram. Amma bunu bilirəm ki, bu şəkildə etmək mümkün olmayacaq. Bu gün siz 24/7 ofis türklər demişkən qafası ilə yaşayan bir adama şeiri sevmək lazımdır, kitabı almaq lazımdır, şairə hörmət etmək lazımdır deyib dərs keçə bilməzsiniz. Bu effektsiz olacaq. Mən çox zaman deyilir bu maarifləndirmə və s. Əlbəttə onların təsirləri var, amma neçə faizdir? Sən şeiri lazımlı bir sahəyə çevirməlisən. Sən şeiri sevdirməlisən. Sən dərs oxuda Günümüzün şərtlərinə Bəli, müasirləşdirməlisən. Sən şeiri Məsələn, mən özüm ofis həyatımda var. Bu yaxınlarda ofisdə Nəbatinin şeirlərinə rast gəldim. İşimdən dolayı mənə şeirlər lazım oldu və mən 1 saat boyunca Nəbatini oxudum, zövq aldım. Və sorğuladım özümü. Nə qədər mənim ətrafımda adam var ki, bu şeirdən zövq ala bilsin. Əslində bəlkə də var idi. Sadəcə həyat o qədər sürətli idi ki, bəli, o sürətə qayıtdıq. Həyat o qədər sürətli idi ki, hamı toplantıya tələsirdi, hamının görülməli tapşırıqları var idi. O şeiri oxumaq üçün sürətini aşağı salmağa imkanı və lüksü yox idi. Yəni şeiri daha estetik, şeirin özünün təqdimatını da o qədər estetik, o qədər müasir, o qədər lazımlı bir formata salmaq lazımdır ki, müasir insana sən bunu bir dərs oxu, bu sənə lazımdır kimi təqdim etməyəsən. Sən onu öz tərəfivə çəkmiş olasan. Orada maraqlı bir şey dedin. O Nəbatini oxuyanda deyirsən ki, bizim ofisdəki insanlar hərəsi bir işin arxasıca qaçırdı. Görünür, həmən ərəfədə yeganə boş vaxtı olan adam sən olubsan ki, Nəbatini oxumağa vaxt tapıbsan. Özü Nəbatini. Hə. Və buradan çox maraqlı bir şey Vüsal müəllimə qayıdacağıq. Demək, Vüsal bəy, Will Durant, Amerika filosofu, onun bir mədəniyyətin təməlləri kitabı var. Onun giriş hissəsindədir, səhv eləmirəmsə. Orada belə bir yer var ki, mədəniyyət yaratmaqdan ötürü insana boş vaxt lazımdır. Eləcə də o yaranmış mədəniyyəti istehlak etməkdən də ötürü, ondan zövq almaqdan da ötürü mütləq insana boş vaxt lazımdır. Yəni biz həm şeir yazanda, həm də o şeirdən zövq alanda bizim boş vaxtımız çox idi. Məsələn, bugün bizim həyatımızın harasında şeirə vaxt var? Mən sənə deyim, Aya ilk uçan 3 nəfərdən biri çox məşhurdur, Armstrong məşhurdur. Aldrin'dən Collins o qədər də tanınmırlar. Səhv eləmirəmsə, Collins orbitdə qalıb, Aldrin ikisi eyni bilər. Yəni bunu dəqiqləşdirəm. Ya Collinsin, ya Aldrin'in sözüdür. Bu yaxınlarda oxumuşam. Dəqiqləşdirib deyirəm hansıdır. Aya yaxınlaşanda və ayda gördüklərini təsvir eləməyə çalışanda Aldrin'dir. Deyir ki, bura məni niyə göndəriblər? Deyir, bura şair göndərməli idi NASA. Belə də yazıb, özü yazıb. Deyir ki, mən gəlmişəm bura, mən texniki adamam. Ay, kosmosun qaranlığı, ayın qəribə boz səthi. Mən deyir, istəyirəm bunu ifadə eləyim, təsvir eləyim, bacarmıram, söz ehtiyatım, təsvir imkanlarım. Fantaziyam çatmırdı. Bura deyir, NASA gərək şair göndərərdi və bunu aya uçan kosmonavt ayın səthində deyir. Yəni bu adamın doğrudanmı orada bekardır, doğrudanmı işi gücü yoxdur? Ay hər saniyəsi orada qızıldır, hər saniyə ölüm məsələsidir, ölüm qalım məsələsidir. Amma deyir ki, bura şair göndərmək lazım idi ki, bu ayın ilk dəfə insanın ayı görməsi nə hissdir, nə bunu təsvir eləsin ki, başqa insanlar, bəşəriyyət bunu oxuyub dərk eləyə bilsin ki, biz burada nə hiss keçirdirik. Ədəbiyyat bax niyə var? Ədəbiyyat reallığın alternativ dərki yoludur, düzdürmü? Əsas yol elmdir.
bizə reallığı olduğu kimi təsvir eləyir. Fizika, maddə nədir, onu təsvir eləyir. Kimya, maddə nədir? Bir də var, ədəbiyyat bizə reallığı obrazlarla tanıdır, obrazlarla təsvir eləyir. Alternativ yoldur. Və nə qədər ki reallıq var, bunu həmişə obrazlarla anlamaq, dərk eləmək, idrak eləmək ehtiyacı da qalacaq. Reallıq isə getdikcə dəyişir. Məsələn, Füzulinin reallığı ilə mənim bugünkü reallığım eyni deyil. Və mən Füzulini oxuyanda görürəm ki, o öz reallığını öz dövrünün bədii obrazlarının vasitəsilə təsvir edir. Oxuyursan estetikdir, gözəldir, amma mənim ehtiyacımı ödəmir. Yəni tutaq ki, sevgi ilə bağlı yazanda Cananın vəslinə yetməyin müşküllüyü o dövrün estetikasını anlamaq baxımından maraqlıdır, amma bu dövrün insanı üçün, yəni müasir şair durub Füzuli kimi yazsa ki, Cananın vəslinə qovuşa bilmirəm, deyəcəksən ki, yəqin bu impotentdir. Yəni başqa nə mane ola bilər ki, qardaş, azad insansınız. Yəni dövr dəyişib, reallıq dəyişib və yeni reallıq, yeni obrazlar tələb eləyir. 50 ildən sonra da belə olacaq. Məsələn, bayaqki o danışdığım məsələdən çıxış eləsəm, insan ilk dəfə Marsa uçanda belə, bəlkə də NASA nəzərə alacaq və uçanların arasında bir şair əlavə eləyəcək ki, bəşərin ilk dəfə Marsı görəndə keçirdiyi hisslər nədir? Bunu elə qələmə alsın ki, sonraki tarix üçün insanlıq bunu görüb zövq alsın. Üzr istəyirəm. Sənə elə gəlmirmi ki, NASA elə şairin olduğu yerə indi gedib çıxır? Bir daha onu göstərir ki, təxəyyül çox vaxt rasional təfəkkürdən daha vacibdir və əksər hallarda rasional təfəkkür təxəyyülün arxasıca düşüb gedir. Bunun özü də obrazlı düşüncənin nə qədər lazım olduğunu və gələcəkdə də vacib olacağını sübut edir. Sara hamısının nəsə əlavəsi var? Deməli, 1900-cü ildə Nyu-Yorkda qəribə bir situasiya yaranmışdı. Nyu-Yorkda atlar küçəni zibilləməyə başlamışdı və at yeganə nəqliyyat vasitəsi idi. Onda bütün dünyadan şəhər salma ilə bağlı mütəxəssislər Nyu-Yorka dəvət olundu. Çox böyük bir iclas oldu. Onlar dedilər ki, çarə qılın da, yəni bu sürətlə biz daşımaları həyata keçirsək, biz at da canlı, ətdən, sümükdən varlıqdır. Biz küçələri zibildən təmizləyə bilməyəcəyik. Dedilər, nə edək və çarə tapa bilmədilər. Həmən dövrdə cəmi 2-3 küçə o yanda yazıçılar və şairlər var idi. Fantast yazıçılar və şairlər. Onlar əsərlərində qeyd edirdilər ki, elə bir gün gələcək ki, onda atlar insanları daşımayacaq. Dəmirdən vasitələr olacaq, onda motor anlayışı yox idi və insanları artıq cansız və zibilləməyən varlıqlar daşıyacaq. Və belə də oldu. Deməli, nəticə nədir burada? Şairin gedib çıxdığı yer, təxəyyüllə gedib çıxdığı yer o qədər də qeyri-real deyil. Əslində realdır, gerçəkdir və müasir dövrdə də bəzi böyük Amazon, Kodak, əvvəlki Kodak, bəzi Microsoft, onların yüksək deməli vəzifələrdə yer alan mütəxəssisləri sci-fi kitablarını çox sevirlər. Fantast yazıçılardan konsultantlar götürürlər özlərinə. Bu onlara öz deməli qutularından kənar düşünməyə imkan verir. Çünki yaradıcı insanın beyni, razıyam ki, təxəyyül olaraq Marsa onsuz da gedib gəlir. Mən bu şeyləri deməklə bildirmək istəyirəm ki, mən istəmirəm ki, yazıcı şair hələ də sorğulansın ki, biz bu cəmiyyətə lazımıq, yoxsa yox. Əlbəttə lazımıq və gələcəyə lazım olacağıq. Çünki gələcək üçün şairin, yazıçının, yaradıcı insanın təxəyyülü hətta süni zəkadan da önə keçə bilər. Nə vaxt sorğulanırlar? Mən bayaq onu demək istirdim. Əgər yazıcı şair bugün də Füzulinin dövrünün, Vaqifin dövrünün bədii obrazları ilə sevgini, gözəlin üzü, nə bilim, günəşə bənzəyir, gözləri şəhla, nə bilim, saçlı gecənin zülməti, bu obrazlarla danışacaqsa, bəli, mənim onu sorğulamağa və hətta oxumamağa haqqım var ki, mənə öz reallığımı, öz obrazlarımla anladan, izah edən bir yazıcı şairə ehtiyac var. Siz əgər o dövrdən çıxa bilmirsinizsə, elə orada da qalın, arxivdən çıxmırsınız. Yəni, yazıcı və şair bunu nəzərə almalıdır. Bugünün hətta bir addım sonranın yeni obrazlı idraki üçün formullar tapmalıdır, kəlmələr, şablonlar tapmalıdır və nəhayət ki, o Füzuli dövrünün obrazlarından qırılmağı bacarır. Bir irsdir də artıq da. Məsələn, Aşıq Ələsgər poeziyası bir irsdir. İrsdir, bəli.
həmin o obrazları davam elətdirən poeziyanın bu gün yaşamağa haqqı yoxdur. Füzuli Nizami zamanında öncül düşüncəli insan olub, deyilmi? Biz həmişə deyirik ki, Nizami dövrünün bütün kitablarını, nüsxələr o zaman nadir idi. O nüsxələrlə tanış olub, o kitabxanalara çıxışı olub. Yəni o dövrünün ağıllı insanı olub. Ultra, hətta post insan səviyyəsində ağıllı insan olub. Müasir dövrdə hansısa şair, yazıcı, əgər hələ də Füzulinin gözələ istinad, xitab etməsi şəklində davam edirsə öz yazıçı şairliyini, o yazıçı şair deyil ki, o Nizamini parafraz edən adamdır. Müasir dövrün ruhunu, sürətini, inkişafını, düşüncəsini, təfəkkürünü özündə əks edə bilən, əks etdirə bilən adam, onu anlayan, duyan adam, beyin olaraq o qədər inkişaf edən adam Nizamini təkrar etməz ki, edə bilməz. Zaten şair elə deyəsən elə həmin adamdır da. Yəni öz zamanının ruhunu Əlbəttə. hamıdan Bəli. əvvəl hiss edən insandır Bəli. da şair. Bəli, bəli. Dostlar, mən bir öz başıma gələn əhvalatdan danışıb və hər ikinizə o sualı verəcəyəm. Mən 2016-2021-ci illər ərzində Ankarada yaşayanda öz şeirlərimi Anadolu türkçəsində tərcümə eləyib bir neçə nəşriyyatın qapısını döymüşdüm. Təxminən bir 4-ə yaxın nəşriyyatın, Türkiyə Ankarada yerləşən, ofislər Ankarada yerləşən nəşriyyatın və qapısını döydüyüm nəşriyyatların 4-ündən də mənə belə bir söz deyildi ki, sənin esse, yəni onlar dənəmə deyirlər də, esselerin varsa, romanın varsa, öykün varsa, hekayən varsa, gətir biz onları məmnuniyyətlə çap eləyək. Amma biz heç öz şairlərimizi də çap eləməyik və uzun müddət. Yəni burada bir bazarın özünün də, məsələn, bu naşir bazarı formalaşdıran adamdır da. Və mən onlardan soruşurdum ki, məsələn, siz niyə bu şairləri çap eləmirsiniz də? Deyirdilər ki, şairin alıcısı yoxdur. Yəni axı bir reallıq da bir bazar reallığı var da. Necə düşünürsünüz? Məsələn, naşirlərin özlərinin də bu bazarın diktəsinə uyğun olaraq şeirə bu şəkildə yanaşması da elə şeirin yavaş-yavaş itməsinə, yoxa çıxmasına gətirib çıxartmayacaq. İstənilən sahənin müasirləşməsi zəruridir, yoxsa onun sağ qalması şübhə altında olacaq. Əlbəttə, müasir dövrdə şeir kitabın içində satılmırsa, sən şeiri o kontekstdən çıxardıb başqa şəkildə təqdim etməlisən. Mən şeirə qulaq asıram, amma şeir kitabı oxumuram. Audio kitab şəklində. Yəni, dediyim kimi, hər şey başda əslində çox yaxşı vurğuladın ki, sürətlə bağlıdır. Yəni, müasir, sürətli, dinamik dünyada sənin hər dəfə o kitabı özünlə daşıyıb oxumaq lüksün yoxdur. Amma sənin qulaqçıqda audio kitab dinləmək imkanın var. Bu imkanı yarada bilərsən. Ona görə müasir vasitələrdən istifadə etmək zəruridir. Və bunu edəndə mən düşünmürəm ki, şeir ölə bilər, lazım olmaya bilər. Müasirləşməlidir. Yəni, naşir, belə deyək də, indi bizə... Instagram şairi olmalısan da, belə deyək də, Instagram nə fərqi var ki, sənin... Biz bu mövzunu elan eləyəndə indi özü gələ bilmədi bu gün verilişə, amma məndən xahiş eləmişdi ki, bu sualı orada mütləq səsləndireyim. Bizim gənc və gözəl şairlərimizdən biri Şəhriyar Delgerani mənə yazdı ki, bəs mənim bir şeirim Instagramda hansısa bir orada paylaşılıb və 500.000 insan tərəfindən dinlənilir. Yəni, təxminən siz o suala cavab verdiniz ki, müasir şərtlərə uyğunlaşdırılanda şeir öz oxucusuna gedib çata bilir. Çata bilirsən, niyə də olmasın? Yəni, Şəhriyar üçün nə fərqi var ki, onun kitabını... Bir məsələ var, qazanc məsələsi var, o başqa. O tamamilə bəlkə də Nəşriyyat və Mədəniyyət Nazirliyi fonunda, kapitalist sənayeləşmə münasibətləri fonunda yaranacaq bir şeydir, yaranmalı olacaq bir şeydir. O mövzuya ümumiyyətlə girmirəm. Bununla bağlı sən özün də müsahibələr vermirsən və s. Bu yaranmalıdır. Yəni, şair şeirindən, məhsulundan pul qazanmalıdır. Bu başqa. Amma bir şair deyirsə ki, mənim üçün ən önəmli şey mənim oxunmağımdır,
Fərqi yoxdur mənə elə gəlir ki, mən də bir yazar olaraq, yəni mənim bir abzasım hansısa bir sosial şəbəkəmi, elektron bir platforma vasitəsilə təqdim olunursa, sevilirsə, 500 min adam onu bəyənirsə, mənə elə gəlir ki, mən eyni dərəcədə sevinərəm. Daha çox qazanaram, hə, kitabım alınsa. Biz o Şəhriyar Dilgərayını yeri gəlmişkən şairi salamlayıram. Çox yaxşı oğlandı. O sualdan çıxan nəticə budur ki, biz şeirin özünün yox, daşıyıcının gələcəyini müzakirə edirik. Yəni daşıyıcı və yaxud sənin təcrübən yeri gəlmişkən hər dahinin başına gəlir, ruhdan düşmə. Yəni daşıyıcının gələcəyi kitabın daşıyıcı kimi. Və əslində mən deyim ki, həmişə belə olub da. Məsələn, orta əsrlərdə şeir necə kütləyə necə yayılırdı? Kağızdan kağıza köçürtmürdülər ki. Bir məclisdə, bir xanəndə, məsələn, Füzulininmi, Həqiqininmi, Təbrizininmi bir qəzəlini məclisdə oxuyurdu xanəndə. Segah üstündə, rast üstündə, şur üstündə. Eşidirdilər insanlar, qəzəl musiqi ilə qovuşub, meyxana janrında asanlıqla yadda qalırdı və xanəndələrin ağzından ağza keçə-keçə şair məşhurlaşırdı. Bu o dövrün sosial şəbəkəsi idi əslində, o dövrün şərtləri daxilində. Həmin o xanəndələrin məclisdə oxuyub yaydığı şeiri bu gün Instagram, Facebook və digər formada internet o funksiyanı. Məsələn, Sokrat deyirdi ki, evdə oturmayın. İlk dəfə o sosial şəbəkəni mən həmişə onun adı ilə bağlayıram. O deyirdi ki, evdə oturmayın. Sözünüz varsa çıxın bazarlara deyin. Sokrat arvad qoymurdu evdə oturmağa. Yox, o bəhanədir. Yəni adam özü hər yerdə deyirdi ki, gedin bazarlara, sözünüzü bazarlarda çatın. O şagirdlərin hamısını orada toplamışdı. Bu əslində ilk filosofu. Küçə filosofu idi. Yəni sən böyük kütləyə çatmaq istəyirsənsə, hər bir düşünürün, hər bir sözü olan adamın o sözü kiməsə çatdırmaq, daha böyük adam çoxluğuna çatdırmaq istəyi var. Və Sovet vaxtı, üzr istəyirəm Sahiləm, Sovet vaxtı isə meyar buydu. Hansısa şairin sözlərinə mahnı bəstələnirdisə, artıq o tanınmış şair sayılırdı və o mahnını tanınan müğənnilər, məşhur müğənnilər oxuyurdusa, ümumiyyətlə bu şairin adını bütün ölkə tanıyırdı. Halbuki ola bilərdi ki, onun elə bir şeiri elə də çox deyil, kitabı o qədər də qalın deyil, bəlkə heç kitabı dərc olunmayıb, amma şeirinə musiqi bəstələndisə vəssalam, bu şair kimi qəbul olunurdu. Yəni bazar təkcə oxucu və kitab deyil. Günü bugün şeirin musiqi, pop mədəniyyət sahəsində böyük bazarı var. Mahnılara sözlər yazılmalıdır. Yəni axtarsaq filmlərdə, digər formatlarda şeirə tələbat da var, ehtiyac da var, bazar da var. Təkcə kitabla ölçmək düz deyil. Kitaba gəlincə isə, məsələn, mən oxucu kimi çox istəyirəm ki, müasir bugün yazıb yaradan şairlərin ən yaxşı şeir nümunələrinin cəm olunduğu bir kitab olsun, mən onu alım oxuyum. O kitab yoxdur. Olsa şəxsən mən alardım. Yəni görünür bazara təqdimat məsələsində də naşirlər biraz düzgün qərarlar qəbul edə bilmirlər. Bu mənim bir sizə qulaq asarsa yadıma bir şey düşdü. Bu albatros quşları bizdə şərqdə olan divanə quşları deyirlər. Bunların suala gətirəcəm bu məsələni. Demək bunlar ömürləri boyu bir cüt şəklində yaşayırlar. Əgər o cütlərdən biri ölürsə, sağ qalan albatros quşu çoxlu daşlar udub özünü öldürür. Və bu divanə quşu, o Məcnunun Leyliniyə görə özünü öldürməsi falan, divanəliyin, o aşiqin ah-naləsi və öz sevgisi uğrunda ölməsi və bunun da bir şairlərin həmişə diqqət mərkəzində olmağı əslində təbiətdə baş verən bir hadisədən qaynaqlanır. Yəni onun da arxasında bir təbiət, o Yunanlar necə deyirdi, təqlid eləyirdi, mimesis. Təbiəti təqlid eləmək. İndi mənim burada Salam, mən bilirəm ki, Vüsalın ən çox sevdiyi şairlərdən biri Salam Sarvandır. Salam Sarvanın bir şeiri var. Deyir ki, sən qız uşağısan, adın sevincdir. Sən kişi deyilsən, adın dərd deyil. Yəni kişiləri Salih xan burada bir dəqiqə bizə icazə verin. Yəni mən bu kişi şairlər haqqında danışım. Yəni kişiləri şair eləyən ən böyük amillərdən biri də qadın gözəlliyi olub. Yəni qadın o albatros quşu kimi yoxa çıxanda daş udub özünü öldürmək də, mədəsini daşla doldurub özünü öldürmək. Amma bu gün həmən gözəlliklər artıq plastik bir şəkildə, formada yaradılır. Yəni bu gün məsələn mən Vüsal bəyə bu sualı ünvanlayıram. Çünki Vüsal bəy kişidir və adı da dərddir. Salam Sarvanın sözləri ilə desək.
Bax indiki bu plastik gözəlliklərin mühasirəsində, əhatəsində kişilər şair ola biləcəklər və o gözəlliyə görə mədələrin daşla doldurub özlərin eşqin fədaisinə çevirə bilmək belə ağıllarının ucundan keçəcək. Ümumiyyətlə mən bu haqqda çox fikirləşmişəm ki, seks və qadınlar əlçatan olduqca poeziyadakı o yanğı azalmağa doğru gedir. Məsələn, orta əsr şairlərindəki belə deyək də emosional gərginlikmi deyim, emosional gücmü deyim, ondadır ki, bunlar asanlıqla sevdiklərinə qovuşa bilmirlər. Dövr özü buna mane olur, şərtlər mane olur. Bu adamlar o yanğını şeirə əks elətdirirlər. Nəticədə həqiqətən çox güclü poeziya nümunələri alınır. Amma məsələn, tutaq ki, Vaqifə baxsaz, bunun üçün qadınlar daha əlçatan idi. Bunda o yanğı yoxdur. Bunda əksinə o zövqün Daha təsviri var və aldığı zövqün və əlində olan qadından daha yaxşısını arzulamaq əlamətləri var. Dərd yox, həzz var. Həzz var, bəli. 20-ci əsrə gələndə seksual inqilabdan sonra bu mövzu tamamilə praktik olaraq poeziyadan çıxıb və bir filmdən sitat gətirmək istəyirəm. Qəzəb adında film var. Orada Brad Pitt tankçı rolunu oynayır. Amerika tankçısı. Bunlar Berlinə giriblər, tankın üstündən baxır ətrafa. Azad olunmuş insanlar Hitlerin zülmündən azad olunmuş. Görür ki, bir gözəl qızdır yolun qırağında, qırmızı geyimdə, çox gözəl qızı bunu əl eləyir. Bu da Amerikalı əsgərdir, neçə vaxtdır qadın görməyib, belə çənəsi sallanmış şəklində qıza baxır. Yanındakı dostu bunu dümsülüydü ki, özünə gəldi. O deyir, bir şokolad versən səninlə yatacaq. Yəni o bu vəziyyətdədir. Nə belə heyran-heyran baxırsan. Yəni hər şey çox əlçatan olanda, doğrudan da bunun poeziyadakı əksi sönükləşir. Bu qaçılmaz prosesdir və 20-ci əsrin ikinci yarısından sonraki dövr, bu artıq seksual inqilabın baş verdiyi, maşınların arxa oturacaqlarının, Amerikalı filosofların deyiləsi, inqilabın aparıcı qüvvəsinə çevrildiyi dövrdən sonraki dövrdür. Görürsən ki, poeziyada o ehtiras, o yanğı həqiqətən də yoxdur. Mövzular dəyişməlidir. Bunu oxucu da ədəbiyyatdan tələb edir ki, mövzu dəyişsin və şairlər özləri də başa düşürlər. Və ona görə bugün o qadın gözəlliyindən, sevgidən yazanda çox vaxt şairlər, mən deyərdim ki, hardasa kinayə və lağ obyekti olurlar. Çünki mövzu artıq bu deyil. Bu məzmunda belə çıxır ki, sevginin özü də psixozdur. Şeir də, əgər şair belə deyək, sevgi xəstəliyinə tutulubsa, hətta nevrotik bir nəticədir və şeir də katarsisdir. Yəni qeyri-adi şəkildə bədahətən antidepresan kimi bir şeydir. Yəni mən bayaq da danışmağa başlayanda dedim ki, artıq insanlar hormonlarını idarə etməyi daha yaxşı bacarırlar və süni intellekt fonunda bu daha da güclənəcək. Gen terapiyası daha irəlidədir. Mən düşünürəm ki, süni zəka, insan zəkasının gedib çata bilmədiyi yerlərə gedib çıxacaq süni zəka. Mental problemlər, ruhi xəstəliklər çarə tapacaq və bütün bunlar olanda belə çıxır ki, şeirə yer qalmayacaq. Biz şeirə belə deyək də, bəli, bütün bu faktlar rasional şəkildə toplananda mənə elə gəlir ki, hal-hazırda şeirə ehtiyac qalmayacaq. Məhz o şeir, o haqqında danışdığımız sevgi, yanıqlı sevgi şeiri, bu bir Gestalt hadisəsidir həqiqətən. Və o Gestalt bağlanıb artıq. Məhz o cür şeirə ehtiyac yoxdur. Amma yeni reallığın yeni obrazlarla yeni dərkinə ehtiyac var. Yəni, çağ dəyişdikcə, sürət dəyişdikcə şeir də öz formasını dəyişməlidir, müasirləşməlidir. Müasir insanın bəyənə biləcəyi formaya girməyi, qəlibə girməyi bacarmalıdır. Əks halda şeir marginal qrupların oxuyacağı bir şeyə dönə bilər. Məsələn, amma bu o demək deyil ki... Zaten elə deyildi. Hələ ki yox məncə. Yəni 500 min adam... Bax, mən nə vaxt idi? 2 il bundan əvvəl bir müsahibə oxumuşdum, bir türk şairinin müsahibəsi idi. Onun başlığa belə bir şey çıxartmışlar ki, artıq Türkiyədə cəmi 300 nəfər şeir oxucusu qalıb. Yəni Türkiyə kimi 80 milyonluq, o vaxt 80 neçə milyon. Şeir oxucusu qalıb. Yəni belə pessimist bir başlıq oxumuşdum. Amma Azərbaycanda bir şair şeirini Instagram üzərindən paylaşırsa və 500 min adama çatıb bəyən elirsə, deməli insanlar hələ də dinləyir, hələ də bunu istəyir, tələbat var. Sadəcə vasitə dəyişməlidir, platforma dəyişməlidir. Baxın, val yoxdur artıq. Biz qramofonda musiqi dinləmirik. Musiqi məhv oldu mu?
Musiqi məhv olmadı. Alət sıradan Alət çıxdı. dəyişir. Yəni kitabın içində olmaya bilər şeir, olmasın. Fazil Say Nazim Hikmət oratoriyası yazıb və milyonlarla insan onu baxır, sevir, dinləyir. Mən özüm demək olar ki, ayda bir dəfə dinləyirəm. Orada Nazim Hikmətin xeyli şeirləri səslənir və mən musiqisindən daha çox o şeirləri eşitmək üçün dinləyirəm. Dinləyəndən sonra özüm gedib Nazimi götürüb bir də oxuyuram. Yəni məncə o Türkiyənin özündə şeir bizdəkindən daha çox oxunur da, çap olunur da. Belə bir Çox nəfis şəkildə kitablar da var Türkiyənin kitab mağazalarında. Yəni yoxdur demək məncə o sənin qabağına sadəcə pessimistlər. Başlıq o vaxt yadımda qalır. Onsuz da həmişə belə olur da. Şairlərin ən populyar olan şeirləri adətən sadəcə belə asan həzm olunan şeirlər olur. Hər kəsin dilində əzbər, amma şairin özündən soruşsaz heç bəlkə də ən bəyənmədiyi şeiridir. Bəlkə də ən belə sadə hesab elədiyi şeiridir. Ona görə də məncə o sosial şəbəkələrdə məşhurlaşan şeirlər biraz yəni baxanda görürsən ki, onsuz da asan şeirlərdir. Yəni tam olaraq şeir deyə bilmirsən ümumiyyətlə. Sadəcə paylaşıla bilən, stat gətirilə bilən, başqasına post olaraq göndərilə bilən, hansısa situasiyada, yəni hansısa situasiyada hər kəsin başa düşəcəyi şəkildə söz olaraq ortaya atıla bilən Onda belə çıxır ki, şeir artıq ölüb. Yəni Nietzsche deyən kimi Allah ölüb, yəni şeir ölüb, belə çıxır. Yox, şeir ölməyib. Sadəcə sosial şəbəkələr bizdə rus dilində klip vymıшление deyirlər. Klip təfəkkür tərzi. Necə ki, musiqili klipə baxanda hər kadrda bir neçə saniyəyə görə kadrlar dəyişir və bir kadr 8-9 saniyədən uzun gedəndə artıq baxan darıxmağa başlayır ki, çox oldu. Və həmin bizdə sosial şəbəkələr klip düşüncə tərzi yaradıb. Ona görə nəyinsə üzərində uzun müddət fokuslana bilmirlər insanlar. Bu təkcə şeirlə bağlı problem deyil. Bu yazıq Albert Einstein-i nə günə salıblar, Freud-i nə günə salıblar. Bir-iki fikrini götürüb yanlış şəkildə paylaşmaqla. Yəni Einstein-i bu gün sosial şəbəkədən tanıyan çox böyük bir internet folkloru deyirlər də onu. Bəli, və əksəriyyət elə bilir ki, Einstein doğrudan da deyib ki, atomu parçalayıb əllərinə verdim. Yəni halbuki ümumiyyətlə atomu o parçalamayıb, belə söz də deməyib. Freudla bağlı o qədər yanlışlıqlar var. Yəni sosial şəbəkələr həqiqətən Yox, Einsteinin adına yazırlar ki, suyundan da qoy. Və şairi sosial şəbəkədən tanımaq, onun haqqında heç də tam təsəvvür formalaşdırmır. Amma yaxşı bir belə deyək, yol göstərici işarə ola bilər ki, bir misrasını sevib gedib o şairi araşdırıb tapıb oxumaq olar. Mən məsələn həmişə elə eləyirəm. Sosial şəbəkə istifadəçisi də əgər ciddi ağıllı adamdırsa, fikirləşəcək ki, bu şairin belə bir gözəl misrası varsa, gedin bunun yaradıcılığını da araşdırın. Yaxşı tərəfi budur. Pis tərəfi odur ki, bizdə klip düşüncə tərzi formalaşdırır. Hər şeydən biraz bir bozbaş alınır insanın beynində, estetik bozbaş. Nəyəsə tam köklənə bilmirsən. Bu da dövrün reallığı da. Ümid edək ki, bir müddət sonra daha uzun müddətli reallıqlara keçəcəyik. Məncə də indi hər kəsin sözü sanki ağzında qalır. Hətta mən əvvəl rahat-rahat danışa bilirdim. İndi uzun danışan kimi ikinci cümlədən sonra narahat olmağa başlayıram ki, mən kimisə yora bilərəm. Hamının sözü ağzında qalır, hamı bir-birinin sözünü kəsir. Bu bizə diktə olunur. Amma bir də onu bilirəm ki, bu insan zehninə o qədər də xeyirli bir şey deyil. Bizə yeni informasiya, yeni bilik, yeni düşüncə tərzi qazandırmır. Bu kapitalistlərin bizə satdığı bir formatdır və hesab edirəm ki, bir müddətdən sonra bu format artıq fəsadları ilə üzə çıxacaq. İstər uşaqların həyatında mənfi tərəfləri üzə çıxacaq. Məsələn, Avstraliyada sosial şəbəkə istifadəsi 16+ yaşdan sonra başlanıldı. Yəni 16 yaşa qədər uşaqlar sosial şəbəkədən istifadə edə bilməzlər. Ki bu qanunda çox doğru hesab edirəm və hesab edirəm ki, yaxın gələcəkdə bu cür qadağalar olacaq. Çünki əks halda bizim beynimiz, düşüncəmiz, təxəyyülümüz, yaradıcılığımız zərər görəcək. Biz nəyə oxşuyur? Bax, mən sizə desəm ki, mənə qısa bir dəqiqə izah elə ki, Anna Karenina nə haqdadır? Siz deyəcəksiniz ki, qadın ərinə xəyanət elədi, vicdan əzabı çəkdi, özünü atdı qatarına. Bəli, mən heç bir emosiya almayacağam, yaşamayacağam. Və bizdə sosial şəbəkənin qısalıq tələbi, xüsusilə TikTokda maksimum 1 dəqiqə, gətirib bütün konsepsiyaları, paradigmaları, əsərləri ərinə xəyanət elədi, özünü qatarın altına atdı. Halbuki Anna Karenina bu deyil də, bundan ibarət deyil. İçinə girsən böyük bir dünya var. Bizdə belə bir suyunun sıxılmış, yox, bizdə deyil. Gəlin belə danışaq. Bu bizdə deyil. Bütün dünyada bu tendensiya mövcuddur.
ki hər şeyin mahiyyətinə varmadan üzdən görək, sanki bir idarə olunan insan qəlibinə dönüşək deyə. Artıq məndə belə bir təsəvvür yaranır. Amma düşünürəm ki, bu müvəqqətidir. Məncə də, yəni hər bir texniki trendə həmişə azsaylı da olsa müqavimət göstərənlər olur. Və mən bu gün gənclərin arasında, xüsusilə gənc xanımların, oğlanların da görürəm əllərində qalın kitablar metroda, ictimai nəqliyyatda oturublar, oxuyurlar və mən barmağımı dişdirəm ki, artıq o texnologiyanın diktəsinə bu yolla protest edən insanlar da yetişir. Yəqin ki, onların da sayı artacaq. Bəlkə bir 30, 40, 50 ildən sonra insanlar kütləvi şəkildə meditativ ədəbiyyata, meditativ oxuya yönələcəklər, zövqü ondan almağa başlayacaqlar. Mən hesab edirəm ki, insanlar doğrudan da müəyyən dövrdən sonra təbiiliyə, təbiətlə təmasa və harmoniyaya ehtiyac duyurlar. Bu harda olursa olsun belədir, bu qayda keçərlidir. Yəni o xarici görünüş dedin, nə olursa olsun insan hər şey dadır, amma təbiətin dadını özündən tam çıxarda bilmir. Ona qayıdır. Əks halda bu insanın yaradılışına zidd olur. Yəni biz o təbiiliyə qaydanda da məncə əsl yaradıcı məhsullardan daha çox zövq almağı bacaracağıq və şeir ölməyəcək. Dostlar, mən bu maraqlı fikirlərə görə sizə təşəkkür eləyirəm və istəyirəm bizim ədəbiyyatımızın ən böyük şairindən bir sitat gətirim. Təxminən bizdən 900 il bundan əvvəl yaşamış, aşağı-yuxarı Nizami Gəncəvi oğluna vəsiyyət eləyirdi ki, şeirdən ucalıq umma dünyada, çünki Nizami ilə qurtardı o da. Amma məlum oldu ki, bu 900 il Nizamidən sonraki müddətdə Azərbaycanda başqa şairlər doğuldu, şeirdən ucalıq umanlar oldu və Tapanlar da oldu. Şeirdən ucalıq tapanlar da oldu, şeir üzərində karyera quranlar da oldu, şeirlə belə deyək, həyatda ən böyük arzularına çatanlar da oldu. Mən hələ ki onların siyahısında deyiləm, özümü o siyahıda görmürəm. Amma arzulayardım ki, bəzi məsələlərdə şeirin mənə bir faydası toxunsun. Baxaq, həyat qabaqdadır. Ona görə biz fikirlərimizi belə yekunlaşdırırıq ki, şeirin ölməsi üçün əvvəlcə gərək şair ölsün. Yəni şair kultu mədəniyyətdən çıxdaş olsun. Əgər bu kult şairin mədəniyyətdəki yeri, şairin cəmiyyətdəki yeri, o estetik gözəlliyin yaradıcısı kimi hələ də özünü qoruyub saxlayırsa, demək ki, biz şeirin ölümündən yox, müvəqqəti olaraq qripindən, bir xəstəliyindən, hər hansı bir böhranından danışa bilərik. Ona görə biz fikirlərimizi pessimist notlarla bitirməyək, nikbin notlarla bitirək ki, insan hisslərdən ibarətdir və bizim bu texnoloji dünyamızda artıq belə bir mənzərə yaranır ki, get-gedə bizim hisslərimizə daha çox ehtiyacımız yaranır. Daha çox biz bir-birimizə texnoloji vasitələrlə yox, hisslərimizlə bağlanmaq istəyirik. Məsələn, sosial şəbəkələr təzə yarananda belə bir fikir var idi ki, sosial şəbəkələr bizim sosiallığımızı daha da çoxaldacaqlar, daha da inkişaf elətdirəcəklər. 5000 dostlarla fəxr eləyirdik, izləyicilərin kütləsi ilə fəxr eləyirdik, amma məlum oldu ki, xeyr. Sosial şəbəkələr əslində insanları daha çox tənhalaşdırdılar. Və bu tənhalığın nəticəsidir ki, bu gün bütün insanlar, cəmiyyətin bütün təbəqələrinə aid insanlar canlı ünsiyyətə, hisslərlə, duyğularla ünsiyyətə can atır və sosial şəbəkələrin bağlayaraq zamana qarşı, dövrə qarşı bir belə deyək də üsyan edirlər. Əgər belə bir reallıq da varsa, belə bir gerçəklik də varsa, bu o deməkdir ki, şeirin ölümündən danışmaq həmişə tezdir. Bu notlarla da dinləyicilərimizlə və qonaqlarımızla vidalaşaq.